Qarabağ futbol komandası Çempionlar Liqasında qarşıdakı Kopenhagen maçına hazırlaşır. Bu oyun klubun tarixində ən çəkin və təzyiq altında keçiriləcək oyunlardan biri hesab olunur. Futbol şərhçisi Natiq Muxtarlı bildirir ki, hər şey Benfica ilə oyundan sonra başladı. Lisabonda qələbə qazanan Qarabağ dünya ictimaiyyətinin diqqətini cəlb etdi və həm də komanda üzərində əlavə psixoloji təzyiq yaratdı. Təzyiqin mahiyyəti Azərbaycan ictimaiyyəti indi tələb edir ki, əgər Benfica'ya qalib gəlibsə, Kopenhageni də məğlub etmək lazımdır. Dünyanın digər ölkələrindən gələn təriflər və diqqət isə futbolçuların üzərində əlavə stres yaradır. Şərhçi fikri Natiq Muxtarlı qeyd edir ki, belə psixoloji təzyiqin öhdəsindən hər komanda gələ bilməz. Lisabonda qazanılan qələbə həm uğur, həm də yük gətirib. Təzyiqin yükünü hər komanda daşıya bilməz və Kopenhagenlə maçda bu ciddi çətinliklər yaradacaq. Ümid İşığı Muxtarlı həmçinin əlavə edir ki, Qarabağın oyununu düzgün qiymətləndirməmək də mümkündür. Əgər komanda bu təzyiqi dəf edə bilsə və Kopenhageni məğlub edərsə, bu həm Azərbaycan futbolu üçün dərs, həm də böyük uğur olacaq. Nəticə, qarşıdakı oyun təkcə bir maç deyil. Həm komandanın psixoloji hazırlığını, həm də Azərbaycan futbolunun beynəlxalq səviyyədə qəbulunu yoxlayan əhəmiyyətli bir testdir. Sual izləyicilərə: Sizcə Qarabağ dünya və yerli təzyiqlərə baxmayaraq Kopenhageni məğlub edə biləcəkmi?